Demək, davam edirik biz 64-cü sualdan. Bundan sonrası isə daha vacibdir. Çünki açıq suallar daha çox buradadır. 64-cü sualda deyir ki, sən seçdin karyera cığırını, bu karyeranın cığırını. Bir də deyir ki, şirkət birləşdi baş ofislərlə də. Demək, indi mən baxıram ki, sən niyə seçdin versəm daha yaxşı olar. Nəyə görə? Dəqiqə qələmimi götürüm. Demək, who'dan sonra isim gəlməlidir. How many'dən sonra da cəm isim gəlməlidir. Sən kim seçdin bu karyera cığırını yox, niyə seçdin daha yaxşı olar. 65-ci sualda isə bizə deyir ki, would you respond if someone criticized your work? Əgər kimsə sənin işini tənqid etsəydi, necə cavab verərdin? Növbəti cümlədə isə deyir ki, sən təmir elədin printer məsələsini necə? Sən printer məsələsini necə təmir elədin? 66-cı sualda yenə cümlənin sonunda nə var? About var. Mən demişdim ki, cümlənin sonu sözünün olanda daha çox who veririk ora. Sən kim haqqında danışırsan? Bir də kim dəvət elədi səni konfransa? 67-ci sualda isə ikinci tərəfə görürsünüz isim var. Mən bilirəm ki, who'dan sonra isim gəlməlidir deyə. Ya cavab who's verəcəyik, amma who'dan sonra isim gəlmir. Ona görə bunlar çıxdı. A və B variant arasında qalıram. Baxıram ki, apostrof S, sonra bir də is yazıb. Belə quruluş olmur deyə. Who is olmur axı. 68-də IDS isimdir. İsim olduğuna görə who'dan sonra isim gəlməz. Ona görə bunlar çıxdım. C ilə Y arasında qaldım. Və baxıram ki, ikinci tərəfdə who's var. Who'dan sonra isim gəlməlidir. Amma suggested isim deyil deyə Y variantını götürəcəm. 69-cu sualda chair isimdir. Chair isimdirsə, who'dan sonra isim gələ bilməz. Bunlar çıxdı. Yalnız isim nə zaman gəlirdi? Gəlin bir də təkrarlayaq. What, which, what kind of, whose, how many, how much'dan sonra gəlirdi. Ona görə deyir ki, kimin stoludur? Kimin stolu qırıqdır? Bir də bax görürsünüz going var burada. Going'in normalda qarşısında to be going to olmalıdır, is olmalıdır. Is olan variant yalnız C variantındadır deyə C-ni götürürəm. Ümumiyyətlə biz demişik gələcək zaman iki yerə bölünür də. Will-lə, bir də to be going to ilə. Will-lə olan qeyri-dəqiqdir, hərəkət planlaşdırılmamışdır. Amma to be going to ilə olan gələcək zaman isə planlaşdırılmış hərəkətdir. 70-ci sualda document sənədlər deməkdir, isimdir. Who'dan sonra isim gələ bilməz. Baxıram ki, bunlar nə sənədlərdir, kimin sənədlərdir, hamısı ola bilər də, hansı sənədlərdir. İkinci tərəfdə isə left var. Who'dan sonra isim gəlməlidir. Bizdə fail gəlib deyə. Ona görə 70-də də Y variantını götürəcəm. 71-ci sualda arkadaşlar who'dan sonra isim gəlməlidir deyə mən onu götürə bilmirəm. Və which hansı deməkdir? Hansı sən kontrakt olmur da, yəni. When did you contact to fix the software issues? Nə vaxt əlaqə qurdun? Yəni software proqramlaşma məsələsini düzəltmək üçün. Bir də ki, kimlə əlaqə saxladın? 1, 2 olacaq düzgün cavabı. 72-ci sualda opinion isimdir. İsimdirsə, lap yaxşı. Mən bilirəm ki, və-dən who'dan sonra isim gəlmir deyə düzgün cavabım 1-2 olacaq. Yəni isim olanda daha asan da olur məsələ. Məsələn, 73-cü sualda da IDS isimdir. Bilirəm ki, yalnız who'dan which'dən sonra isim gəlir. 74-cü sualda documents də isimdir. Yalnız 2 və 3-dən sonra isim gələ bilir deyə 2-3 variantını seçəcəm. Çünki how much'dan sonra ancaq sayıla bilməyən tək isim gəlməli idi. How'dan sonra isə ümumiyyətlə isim işlənə bilmir. 75-ci sualda sən tərk elədin şirkəti belə çox ildən sonra. Yəni, niyə tərk elədin, necə tərk elədin olacaq. Çünki who'dan, how much'dan sonra mütləq isim gəlməli idi. 75-ci sualın cavabı ona görə 2-3 olacaq. Qualities keyfiyyət deməkdir. Baxıram ki, isimdir. Özündən sonra isim qətiyyən who ilə vay, özündən sonra isim istəmir deyə düzgün cavabım 1-2 qalacaq. Criteria isimdir yenə. İsimdirsə, okey, əla. Why-dən, where-dən sonra isim gələ bilməz deyə 1-2 variantı. Contract, müqavilə isimdir. Yenə 1-2-ni seçəcəm. Nə asandır yəni. Consequences, nəticələr. Bu da isim olduğuna görə 2-ni seçəcəm və 3-ü seçəcəm. Çünki where-dən, why-dən sonra isim gəlmir. İsim gələnlər qısıtlıdır uşaqlar. Neçədən əslindən sonra isim gəlirdi? What, which, whose, what kind of, how many, how much. 80-ci sualda da packages isimdir deyə 2-ni götürəcəm və 4-ü götürəcəm. 81-də sən seçdin bu strategiyanı.
Niyə seçdin? Nə vaxt seçdin? 1 və 2-ni götürəcəm 81-də. Çünki how many-dən sonra isim gəlməlidir, whose-dan sonra da isim gəlməlidir. Equipment cihaz isim olduğuna görə 1-i götürürəm və 4-ü götürürəm. Who ilə why-dan sonra çünki isim gələ bilməz. Ideas isim olduğuna görə 1 və 3-ü seçəcəm yenə. Donation bağışlama isim olduğuna görə yenə 84-də də 1-2 olacaq düzgün cavabım. 83-cü sualda 85-ci sualda gənc insanlar how do young people deal with anxiety during adolescence? Yetişkinlik dövründə anxiety, bu narahatçılıq həmişə mahnıda var. Mən də oxuyuram. Anxiety, keep on trying me. Anxiety bilirsinizlər, bir narahatçılıqdır da. Deyir ki, gənc insanlar yetkinlik dövründə narahatçılıqla necə başa gəlirlər? Which-dən sonra hansı deməkdir? Uyğun gəlməyəcək burada. How many-dən sonra da isim gəlməlidir deyə. Avtomatik olaraq 85-də 1 və 2 variantını götürəcəm. 86-da events isimdir. İsimdirsə okey, əla. 2 ilə 3-ü götürəcəm. Çünki where-dən, why-dan sonra isim gələ bilməz. 87-ci sualda inspired ruhlandırmaq, motivasiya vermək. Mən baxıram ki, motivasiya verdi ona xeyriyyətçi olmağa, yəni bu çətinliklərdən sonra xeyriyyətçi olmağa ona motivasiya verdi. Kim motivasiya verdi? Bir də nə motivasiya verdi olsa daha yaxşı olar 87-də. 2-4 variantını seçəcəm. 88-də isə did the remote village manage to maintain its unique tradition? 88-də baxıram ki, whose-dan sonra isim gəlməlidir, what kind of-dan sonra da isim gəlməlidir deyə. Heç tərcümə eləməsəm belə 1-2-ni tapa bilirəm. Sonra 89-da volunteer work isimdir. İsimdirsə, onda yenə 2 ilə 3-ü götürəcəm variant olaraq. Çünki nə cür könüllülük işləri, bir də hansı könüllülük işləri, who-dan, how-dan sonra isim gəlmir ona görə. 90-da yenə features, xüsusiyyətlər isimdir. 1 və 2 variantı seçəcəm. Çünki yalnız why ilə where-dən sonra isim gələ bilməz. What, which, whose, what kind of, how many, how much-dan sonra isim gəlir. Emotion da isimdir bu arada. 1, 3 seçəcəm. 92-ci sualda isə workshop yenə isimdir. 1, 2-ni seçəcəm. 93-də goal isimdir. Məqsəd deməkdir. 1-i, 3-ü və 4-ü seçəcəm burada. Bu da asan idi. 94-cü sualda baxaq görək nədir bizə. Deyir ki, Thomas sənə yaxınlaşdı. Yəni, kim Thomas sənə yaxınlaşdı? 94-də uyğun gəlmir kim. Nə Thomas sənə yaxınlaşdı olmayacaq. Nə vaxt yaxınlaşdı? Niyə yaxınlaşdı? Və nə sıxlıqla yaxınlaşdı desək daha yaxşı olar. 3, 4, 5 variantını götürəcəyik. 95-də factors isimdir. Where-dən sonra isim gəlməz, who-dan sonra isim gəlməz. 2, 3, 5 variantı qalacaq. Sonra do you put up the tent? Sən çadırı qurdun. Whose-dan sonra isim gəlməlidir. Sən çadırı necə qurdun? Niyə qurdun? Və bir də nə sıxlıqla qurdun deyə bilərik. 2, 3, 5 variantını götürəcəyik. 97-də qatar çatdı deyir. Qatar nə vaxt çatdı? Nə zaman çatdı? Ümumiyyətlə yada saxlayın ki, when and what time fərqi nədir? When ümumiyyətlə zamanı bildirir. What time isə saatı bildirir ona görə. 98-də kursda, university isim olduğuna görə yalnız biz bilirik ki, which-dən sonra isim gələ bilir, bir də what-dan sonra isim gələ bilir, who ilə where-dən sonra isim gələ bilmir deyə 2-3 variantını götürəcəyik. 99-da isə onlar qışqırırlar. Who are they shouting at? Onlar kimə qışqırırlar? Ümumiyyətlə, görsüz cümlənin sonunda demişdik ki, sözünü olardısa, ora who verə bilərik. Bir də baxıram ki, deyir ki, 98-də onlar what are they shouting at? Onlar nəyə qışqırırlar? Olar. Cavabı götürək elə 1, 3. Çünki hansı ola bilməz? Where are they shouting at? Onlar ət olanda daha çox, yəni cümlə sonu sözünü olanda daha çox verin, orada who ya da what verməyə çalışın. 100-cü sualda idea isimdir, child da isimdir. Özündən sonra isim istəyən 2 ilə 3-dür. Who-dan, where-dən sonra isim gəlməz. 101, baxaq. 101-ci sualda isə bizə deyir ki, o davranır belə. O niyə belə davranır? O nə vaxt belə davranır? Bir də ki, cümlələ boşluqda verə bilərik. Did he behave like that? O belə davranır. 2, 3, 5 variantını götürəcəyik. Languages isimdir. How many-dən sonra isim gələ bilər. Sonra
which-dən sonra isim gələ bilər, what-dan sonra isim gələ bilər. Ona görə 1, 2, 3 variantını götürəcəm. Where-dən sonra isim gələ bilməz. Dillər o danışır deyə bilmərəm də. Yəni 102-də boşluq qoysam, onu tərcümə belə olur. Dillər o danışır. Yəni mən deməliyəm ki, o nə qədər dil danışır, nə dili danışır, hansı dildə danışır. 103-cü sualda isə do you usually meet your project team? Sən layihə komanda yoldaşlar, yəni komandanla adətən görüşürsən. Nə vaxt? When do you usually meet? Nə vaxt görüşürsən? Hansı sıxlıqla görüşürsən? Bir də ümumi sual verə bilərəm ki, sən komanda yoldaşlarla görüşürsən. Yəni 5-i götürərəm. Çünki mən hansıları götürürəm? 1-də mənə uyğun gəlmədi, ona görə götürmürəm. 4-də də ki, sən kim komanda yoldaşlarla görüşürsən. Burada zaten verib də kimlə görüşür? Komanda takımı ilə görüşür. 104-də isə klient kim idi? Klient nə deyir Azərbaycanda? Müştəri. Request təklif eləməkdir. Change isə dəyişiklik. İndi mən baxıram ki, deyir ki, necə sıxlıqla müştəri dəyişiklik təklif eləyir sizə? Nə vaxt təklif eləyir? Bir də boşluq verə bilərəm. Müştəri təklif eləyir dəyişiklik. Nə müştəri təklif eləyir dəyişiklik uyğun gəlmir. Kim təklif eləyir müştəri dəyişiklik, bu da uyğun gəlmir deyə 1, 2, 5 variantı uyğun gəlir.